Şükür, getirdin. Allah. Bu işin margarindan başqa bir şey vermediler ha? Bunu da gücdən almışam. Başlamışdılar ki, qoy özü gəlib öz payına aparsın. Deyirəm, azarı da inanmırlar. Cəbiş müəllim olmasaydı, heç bunu da verməyəcəkdilər. Bizim Cəbiş de şey arayırmış. Bunu görürsən ha? Məhəlləmizdə yaşamağı bacaran biri budur. Sənə mən hər gün burada bulçu yeyirik. Amma cəbhədə əsgərlər, qara çölə soruşqan güclə tapırlar. Yox, elə deyil. Cəbhədə əskərlərə hər şey verirlər. Şirin süt, domuz əti, üstəlik şokolad, hamısını ora göndərirlər. Sən oradan bilirsən? Atam deyir, o hər şey bilir. Sən atan ha, nə bilir o? Dezertir adamdır. Nə dedin? Bir dedi, kimin atası dezertirdi? Yaxşı, xarızlanma. Ne dedim ki? Əlbəttə adamı yandırır da, amma neyniyəsən? Dezertirdir də. Sən özün fikirləş. Mənim atam hardadır? Cəbhədə, Məmmədin atası, o da cəbhədə. Zaurun, əlinin, hamısını cəbhədə. Bircə əsgərə aparmadılar, hadi əzin bilirsən də. Anadan gəlmə axsab. Amma sənin atın, maşallah, pəhlivan kimidir. Sənə bir əli hop eləyib qaldırar. Özün də məndən şey əşkistiysən. Amma boyda mərtib kesmisən. Yox, mənim atam dezertir deyil. Get yat, çox yorulsan. Qoy ömrümdə mən də bir dəfə ailəm başıma yığıb doyunca söhbət edeyim də. Məktəbdə işlərin necə gedir? İşləri düzəlir deyəsən yavaş-yavaş. Cəbiş müəllimi gördüm, deyir ikisini düzəldi, tarixdan dedi oradan. Əhsən balası. O nədir elə? Krasvorddur, vulkanlar. Ana 8 hərfdən ibarət vulkan bilmirsən. 8? Yadımdan çıxıb, atandan soruş. Mana Allah o gör düz gəlir, əvvəlcə yoxla. Düzdür, bəs 11 hərfdən ibarət. Papa Kapetel. Dayan. Aha, düppədüz. Yaxşı, indi bu cavabları nə edəcəksən? Pioner qəzetinə göndərəcəyəm. Cavabları kim birinci göndərsə adını qəzetdə yazacaqlar. Mənə bax, bu biraz düz olmur axı. Cavabları bir yerdə tapmışıq. Mən sənin yerində olsaydım, neysə özün bilərsən. Ata, sən dezertirsən. Namik! Bu haradan gəlib sənin ağlı var? Hamı gedib davaya. Makedonun atası, Safuranın atası. Təkcə sən getməmsən. Deməli, Namik! Sən bilirsən ki, mən neft mühəndisiyəm. Mədəndə işləyirəm. Neft çıxardıram. Onu da yaxşı bilirsən ki, neft olmasa nə tank yeriyər, nə də təyyarə uçar. Bir də neftçiləri hamıdan sonra apardılar əskər. Öz də hamını birdən yox. Tək-tək. Qaxçıdan da mən də gedəcəyəm. Görünür hələlik burada daha çox lazımam. Başa düşdün? Get yat. Bir də, bunu sənə ona görə deyirəm ki, həmişə yadımda qalsın. Əskəriyə getməyib arxada işləyən adam dezertir deyil. Dezertir o adamları deyirlər ki, yoldaşlarını dar ayaqda qoyur, ya da oradan qaçır. Get yat, daha geçdi. Qazma işlərini dayandırıblar. Bütün qazma kontorlarını şərqi köçürdürdülər. Mən sinef verməliyəm. O zavodlar ki, bizim üçün avadanlıq hazırlayırdı, indi top, tüfəng, güllə, qumbara, tank düzəldir. Məndənsə neft istəyirlər.
Amma inanmıram ki biz Bakını verək. Bugün məni başqa şey düşündürür. Cəmaatı bir-bir çağırıb göndərirlər cəbhəyə. Dünən ikisini yerinə işləyirdim, bugün 5-in əvəzinə işləyirəm. Başqa cür mümkün deyil, mən başa düşürəm ki, neft verməliyəm. Cəbiş müəllim, gərək başlayasınız. Qəndimiz qutarıb çayı saxarı ilə içəcək. Eybi yox. Dünən mədənləri minaladılar. Necə yəni minaladılar? Elə də şey olar. Olarlar, Bakını verməli olsaq... Mədənləri partlasalar şəhərdən heç nə qalmayacaq, ha? Bəs Almanlar Bakını alsalar, ölkənə vəziyyətə düşər. Hər 1000 tankdan 700-ü bizim yanacaqla işləyir. Hər 1000 təyyarədən 700-ü bizim benzinlə uçur. Buna bak, ayakta yatır. Ay kız biraz elle ayaklı olsana. Ay xala, kiminci zəhmət olmasa oradan mənə ver. Salam ay qonşu. Aleykümselam. Özünüz gəlmişsiniz, ya yenə ministerlər gətiribsiniz. Bir bu yana geç. Vallahi məətəl qalmışam. Başa düşə bilmirəm, nesli ne öbürlərini. Qonşu, sen alim adamsan. Bir məni başa sal görün. Bizim qazdığımız bu dəlmə deşik o boyda nemsi qabağını saxlayacaq. Ay ay. Ay saxladı ya. Hansı dəliyə göstərsən bunu bizi hoydu-hoyduya götürər. Məətəl qalmış. Elədir. Əgər Almanlar Bakıya yaxınlaşmalı olsalar, onların qabağını kəsən sənlə mənim qazdığım bu səngəl olmayacaq. Yolları kəsilməyinə kəsiləcək. Buna əmin ola bilərsin. Amma mən biləm ki, öz əlimdə qazdığım bu balaca səngəl heç olmazsa bir adamı ölümdən qutarıb. Onda arxayın olma. Bilərəm ki, mən də bir işə yaradım. Hə də, bircə bu qalmışdı. Bir gör şlapanı nə günə qoymuşsan? Bir daxı bu tifillər laf balacadır. Anaları olmasa ölərlər. Yaxşı qulluq eləsin ölməzlər. O ki qaldı şilyapa, təzəsini alarıq. Mən qaydandan sonra. Qaydandan sonra? Harda? Haçan gedirsən? Hələ düz 2 saat var. Bəsdir, daha vaxtdır. Gecikərsən ha. Başa gəlir. Gedək. Bilmirəm nə yarımsan onda. Elə o da bizimkilərin taid də. Nə var onda? Yox, bəlkə biz heç bilmirik. Bəlkə dünya gözəldir. Heç xəbərimiz yoxmuş. Saçları xoşuna gəlib. Tüngün əlində skriplə cü-cü-cül deyir. Onun ikisi atmır. Gözləri yaşıldı. Ay hay, söz altında danışmağa da. Hələ deyirlər Rusiyyətdə hamını göz yaşıldı.
Deyirsən aşına, və dəli divanəsən ha dərindən. İstəyirsən yer bir kağız yazma o sənin adına. Mən bir söz bilirəm. Kimə yazsam ha, az saat əriyimuma dönür. Yazım ha? Nə deyirsən? Sənə güvəndiyim dağlar.